Bu, Xiaomi'nin indiyə qədərki ən güclü SUV modelidir. Xiaomi YU7 GT 1003 at gücü, 0-dan 100-ə qədər kilometr bölünsün saat, cəmi 2,92 saniyə. Bu sürət artıq superkar səviyyəsidir. Karbon detallar, aktiv aerodinamika və track package, 325 mm yarı silik təkərlər və yarış üçün hazırlanmış şassi. YU7 GT Nürburgringdə hamını təəccübləndirdi. 7-2020 2,755 nəticə ilə dünyanın ən sürətli SUV olduğunu sübut etdi. 705 km yürüş ehtiyatı və ultra sürətli şarj sistemi. Salon daxilində GT interfeysi, premium alkantara və karbon dekor. Bu artıq sadəcə elektrik SUV deyil, bu Xiaomi'nin performans dünyasına rəsmi girişidir.